Hər vaxtınız xeyir dəyərli şagirdlər. Verilən ifadədə bizdən soruşulur ki, A bu ifadə və B bu ifadələrinin müqayisə edin. Ümumiyyətlə, müqayisəni bu tipli suallarda soruşduqda kök altı 9 minus kök altı 8 bu cür ifadələri müqayisə etmək üçün qoşmasına vurmaq lazımdır. Yəni, qoşmasına vururuq, bölürük. Bu ifadənin qoşması nədir? Kök 9 plus kök 8 və qoşmaya bölməliyik. Kök 9 plus kök 8 bərabərdir. Birinci ifadəni həll edək hələ ki. Sürət bizə nə verəcək? Fikir versəniz, müxtəsər vurma düsturundan kök 9-un kvadratı çıxılsın kök 8-in kvadratıdır. Düzdür? Sürət bizə verir 9 minus 8. Məxrəc də kök 9 plus kök 8. Yəni, alırıq ki, 1 bölünsün kök altı 9 plus kök altı 8. Bu A-nın qiyməti. Gələk B-yə baxaq. B-də isə kök altı 8 çıxılsın kök altı 7. Bu ifadənin qoşması kök altı 8 plus kök altı 7 və qoşmaya bölürəm 8 plus kök altı 7. Fikir verin, müxtəsər vurma düsturundan sürətə baxacaq indi. Sürət bizə nə verir? Kök altı 8-in kvadratı çıxılsın kök altı 7-nin kvadratıdır, düzdürmü? Bu bizə nə verəcək? Sürət verəcək 8 çıx 7, məxrəc olacaq 8, kök altı 8 plus kök altı 7. Bu da bizə verir, yəni B bərabərdir, 1 bölünsün kök altı 8 plus kök altı 7. İndi A ilə B-ni təyin edək. Fikir verirsinizsə, surətlər bərabərdir və surətləri bərabər olan kəsirlərin məxrəci kiçik olan kəsir böyük olur. Məxrəci kiçik olan kəsir böyük olur. Burada məxrəc hansında kiçikdir? Təbii ki, burada. Deməli, B A-dan böyük olacaq.